2 ad, 2 soyad, 2 ana, 2 ata. 14-15 yaşımdan sonra öz doğum anam mənə hər dəfə başa salır ki, mən sənin anam mənəm. 3 yaşında övladlığa götürülən Mahir hansı səbəbdən çətin seçim qarşısında qalıb? Məni bunlar da eləyir. Bunlar deyir, çıx, mən də özümdən asılı olmur, qışqırıram. Anacan, sən məni gətdin burada. Kulağını at seçdik. Öğlen bir günə qədər sahib günahlı görür. Sən nəyi öyrətmişəm, hə? Oturacaqsan. Amma sən nəyi İstəyən deyirəm, hə? mənim yanımda oturmağa. 26 il əziyyət çəkmişəm. Heç bu baldızın, heç bunun baldız gözündə də görmürəm. Bunu məndən, daşı daşdan ayırdılar. Ananı baladan ayırdılar. Uşağı təkcə dünyaya gətirməklə ana olmaq olmur. Bu əşya deyil ki, ürəyin istəyən vaxtda aparıb verəsən, ürəyin istəyəndə də qaytarıb gətirəsən. Əgər vermisənsə, yəni ürəyinə daş bağlamalısan. Həyatı 2 hissəyə parçalanan bu şəxsin istəyi nədir? Yəni deyirəm ki, ay ana, doğum ana, bir 5 sot torpaq yeri bələdiyyə ilə mi, nə ilə mi alın verin. Ölüftü onu. Ölə vermərəm. Samux rayonunda 5 sot torpaq yoxdur ki, bu ailəyə, bu cavan ailəyə köməklik olsun.